Yegane qalabile yurt sarayım ahından bir Bax, sen. bu rüsvayçı videodan danışacağım, dəyərli izləyicilər. Mirzə Ələkbər Sabir adına Bülbülə qəsəbə mədəniyyət evində, yəni Suraxan rayonunda Anım günü münasibətilə təşkil olunan tədbirdə transgender ifaçının səhnə alması sosial şəbəkələrdə geniş müzakirələr doğurub. Görüntülərdə sənətçinin azyaşlıların qarşısında çıxış etməsi bir sıra insanlar tərəfindən tənqid olunub və narazılıqla qarşılanıb. Bu kimdir ki, sənətçi olur? Özü sənətçi də yazıblar. Məsələ ilə bağlı görün aidiyyatı qurum nə cavab verib. Sabir adına Bülbülə qəsəbə mədəniyyət evində illik iş planına uyğun olaraq il ərzində müxtəlif mövzularda mədəni kütləvi tədbirlər, ədəbi bədii gecələr və konsert proqramları mütəmadi şəkildə təşkil olunur. Bu tədbirlər silsiləsində 27 sentyabr Anım gününə həsr olunmuş konsert proqramı da keçirilib. Proqram çərçivəsində bir neçə sənət nümayəndəsinin çıxışları nəzərdə tutulub. Qeyd edirik ki, mədəniyyət müəssisələrində təşkil edilən tədbirlərə dəvət olunmuş ifaçılardan hər hansı birinin ifa tərzi və ya keyfiyyəti ilə əlaqədar sual yaranırsa, bu barədə mütəxəssislərin də rəyi nəzərə alınmaqla gələcəkdə fərqli repertuar və ifaçılara üstünlük verilməsi təmin olunacaq. Bir sözlə də, yəni bununla bağlı heç bir məlumat verilməyib. Sadəcə elə yalandan bir məlumat atıblar ki, bunu mətbuat versin. Utanın, ayıb olsun. Vallahi utanın.